Məsud Pezeşkiyan İlham Əliyevə zəng edib. Telefon söhbətində əsas diqqət çəkən məqam Pezeşkiyanın Naxçıvana hücumun İranla əlaqəsinin olmadığı haqda sözləridir. Hücum İran ərazisindən edilib. Bunun təxribat yaxud məqsədyönlü şəkildə olması problemi də onlara aiddir. Bütün hallarda məsuliyyət İranın üzərinə düşür. Əliyev telefon söhbətində hadisənin araşdırılmasının vacibliyini qeyd edib. Pezeşkiyan da araşdırılacağını deyib. Hərçənd İran tərəfinin hadisəni ədalətli araşdıracağı şübhə altındadır. Birincisi, Tehrandakı səfirliyimizə hücumun araşdırılması təcrübəsi var. Uzun müddətdən sonra hücumu edən şəxs cəzalandırılsa da, sifarişçilər məsuliyyətdən kənarda qaldı. İkincisi, Naxçıvan hücumunun birbaşa Sepahın planı olduğuna dair əsaslı şübhələr var. Bu baxımdan məsələnin ədalətli həll ehtimalı zəifdir. Üçüncüsü, Pezeşkiyan sağlam yanaşma sərgiləsə də, İrana faktiki nəzarət edən Sepahın eyni mövqedən çıxış etmədiyi reallığı var. Onun qonşu ölkələrə hücumlara görə üzr istəməsi və hücumların dayandırıldığı haqda fikirlərinin rejim daxilində tənqidlə qarşılanması, hətta təqzib edilməsi də bundan qaynaqlanır. O da nəzərə alınmalıdır ki, Pezeşkiyanın Əliyevə zəngi Sepahın Azərbaycanı təhdid etməsi fonunda baş verir. Bu baxımdan hadisənin ədalətli araşdırılacağı gözləntisi az olmaqla yanaşı, Sepahın Azərbaycana yeni hücum cəhdlərinin olacağı riski də qalır. Bakının tələbləri isə dəyişmir. Hadisə araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Əks təqdirdə sərt mövqe davam edəcək. Siyasi şərhçi Asif Nərimanlı.